Zərbə endiriləcəyi ehtimalı getdikcə yüksəlir. Tramp tələblər irəli sürüb, İranın mühafizəkar rejimi o tələbləri yerinə yetirməyəcək böyük ehtimalla. Nə idi tələblər? Bir daha xatırladaq, uran zənginləşdirmə, imtina və sübut etmək, ballistik raket istehsalını dayandırmaq və Hamas və Hezbollah kimi regionda olan bir çox terrorçu silahlı qruplara dəstəkdən vaz keçmək. Bununla bağlı heç bir cavab yoxdur İran mühafizəkarlarından. Cavab olmadığına görə də artıq məncə düyməyə basılıb Vaşinqtonda. 2 dəfə Trampı qulaq ardına vurdular. Yəni Tramp birinci dəfə demişdi ki, etiraz başlayanda qətliam olarsa, bu qırmızı cizgilərin aşılması olacaq. Qətliam baş verdi. İkinci dəfə yenə də xəbərdarlıq etdi ki, baxın ha, edamlar olarsa həbs olunanların qırmızı cizgilərin aşılması olacaq. Bir neçə gün gözlədilər, amma indi gələn xəbərlərə görə edamlar da var. Yəni bu qırmızı cizgidə aşıldı. Nöqtəvi zərbələr olacaq. Artıq adlar da yazılıb ki, Amerikada kimlər cəzalandırılacaq? O adamlar ki, qətliamlara əmr veriblər, qətliamlarda əlləri olub. İndi İran tərəfi də deyir ki, biz də cavab aksiyası həyata keçirir, onu vuracağıq, bunu vuracağıq. Biraz da qonşu ölkələri qorxudurlar. Amma valla İranın necə vurduğunu biz gördük də. Yəni Qasım Süleymani bunların əfsanəvi generalı idi. Onun intiqamını gün alacaq. Nə intiqam aldılar ki, bir də İraqda Amerikanın bir neçə hərbi baza boş zərbə vurdular. Bununla da kifayətləndilər. Və yaxud son müharibədə də Amerika zərbə endirdi. Amerikanın qarşılıq zərbə endirə bilmədilər. Endirə də bilməzlər, imkanlardır. Uzaqbaşı yenə də İsraili vuracaqlar. İsraili vurarlarsa, İsrail də Amerika ilə İrana qarşı müharibəyə qatılacaq. Bu İranın vəziyyətini daha da ağırlaşacaq. Yəni mən son müsahibələrdə bir mövzunun üzərində də xüsusi olaraq dayanıram ki, yaxşı, zərbələr endidir. Əsl məqsəd nədir? Hədəf nədir? Bir neçə variant var. Əsasən 3 variant üzərində biz danışa bilərik. Birinci variant odur ki, bu zərbələr vasitəsilə Amerika İranda yeni bir vətəndaş qarşıdurmasını, etirazları kökləmək istəyir ki, bu dəfə rejim tam yıxılsın. Bu birinci hədəf ola bilər. İkinci hədəf, mən Venezuela ssenarisini haqqında da mən müsahibələrimdə dedim. Nədir bu? Məsələn, Venezuelada prezidenti uğurladılar, amma rejimi Amerika dəyişmədi. Rejim deyir, indi mənə qulluq edir. Rodriguez, Maduro'nun sağ əli, xanım Rodriguez, faktiki bir neçə gün Amerikanı tənqid eləsəydi Maduro'nu uğurlamaq. Amma indi Trump'ın dediklərinin əksinə gedənmir. Venezuela nefti də artıq Amerikanın nəzarətində. Belə bir ssenarini bəlkə İranda da həyata keçirmək istəyə bilər. Bu nə deməkdir? Bu, adları yazılanlar zərərsizləşdiriləndən sonra rejimin başqa formaya transformasiya olunması. Yəni, Sepah filan yerində qalır, amma artıq Rodriguez kimi Amerikan tələblərini yerinə yetirir. Uranı zənginləşdirmir. Amma yəni Amerikan var olan bütün tələblərini yerinə. Üçüncü variant, ən radikal variant odur ki, bu zərbələr nəticəsində, vətəndaş qarşıdurması nəticəsində İran dağılır, parçalanır. Bu variantlardan Amerika hansına üstünlük verir? Əlbəttə, çox istəyərdi ki, rejim yıxılsın, yeni bir rejim formu. Amma bu çox çətin məsələdir indiki şərtlər altında. Çünki rejim qəddardır, biz gördük nə qədər insanı da öldürür. Amma rejimin transformasiyası bəlkə də mümkündür. Bəlkə də artıq indi Amerika və İsrail kəşfiyyatı hansısa Sepah generallarıyla da təmasdadılar. Bunu bir dəfə İraqda sınaqdan keçirtdi Amerika. 2003-cü ildə Amerika İraq hərbi müdaxilə edəndə Səddamın ordusu bir 10 gün savaş, 11-ci gün artıq dayandılar, savaşmadılar. Niyə? Çünki Amerika kəşfiyyatı İraqlı generalları pulla ələ almışdı. Belə bir ssenarini İranda da gerçəkləşdirə bilərlər. Bəlkə də bizim gizli gedir bu işlər, aydındır ki, hansısa generallarla, siyasilərlə təmaslara keçiblər ki, biz vuracağıq. Yəni, vurandan sonra siz cavab verməyin, yəni gəlin, məsələləri həll edək, həll etsək sanksiyaları da yumşaldarıq. Belə müzakirələr gedə bilər. Həm də nəyə görə bunu söyləyirəm? Bu günlərdə belə bir xəbər də yayıldı ki, nə dərəcədə həqiqətə uyğundur, əlbəttə söyləmək çətindir, İran qapanıb. Amma İranın keçmiş prezidenti Həsən Ruhani və keçmiş Xarici İşlər Naziri Zərifi Sepahın qərargahına çağırdı. Burada iki məsələ ola bilər. Ya Sepah şübhələnib ki, Amerikanlar bunlarla təmasa keçiblər. Onları biraz da daha belə qapalı şəraitdə tutmaq istəyir. Ya da tam əksinə, Sepah düşünür ki, bunlar vasitəsilə Amerika ilə nəsə bir təmas filan da qurub nəyisə xahiş etmək olar. Amma fakt ortada qalır, yəni heç bir razılaşma yoxdur, heç bir danışıq yoxdur. İndi İran mühafizəkarları Türkiyəyə yalvarırlar ki, Türkiyə vasitəçi olsun. Türkiyəyə dirsək göstərəndə, PKK-nı silahlandıranda,
casus şəbəkəsi orada formalaşdıranda ki, dünən də yeni bir casus şəbəkəsi üzrə çıxdı İranın Türkiyə. Türkiyə sən bu qədər pislik elə, sonra da gəl Türkiyəyə yalvar ki, bəs imkan vermə də, vasitəçi ol, Amerika bizə vursun. Türkiyə də əlindən gələni edir. Türkiyə deyir ki, bəli, müharibənin əleyhinədir, xarici müdaxilənin əleyhinədir. Amma sən Türkiyəyə ki, bu qədər yalvarırsan, bu qədər indi işin düşüb, amma yenə də bir müddət məsələlər bitəndən sonra yenə də Türkiyəyə qarşı pisliklərini davam etdirəcək. Həmişə belə olub da. Ona görə Türkiyə də gərək məsələlərdə diqqətli olsun. İndi Ərdoğanın müəyyən təklifləri var, Trampa da təklifləri edib ki, bəlkə üçlü bir görüş keçəcək. Üçlü bir görüşlə kimlə? Yaxşı, Ərdoğan, Tramp, İrandan kim olacaq? Pezeşkiyan elə bir belə səlahiyyəti yoxdur İran. Ali dini lider də ömür boyu Trampla görüşməz. Onda kimlə üçlü görüş necə olacaq? Yəni Tramp, Ərdoğan və bir neçə ərəb dövlətinin lideri əlbəttə müharibə istəmirlər və Amerikaya müəyyən mesajlar göndərir. Amma Amerikanın da yəqin onlara sözü var. Onlara deyə bilər ki, yaxşı, müharibə olmasın. Bəs onda İran mühafizəçi bizim tələbləri yerinə yetirəcəklərmi? O barədə artıq o vasitəçilər heç nə edə bilməyəcək, heç nə deyəməyəcək. Ona görə də müharibə ehtimalı getdikcə ağır basır. Amma bunu əlbəttə ki, zaman və saat söyləmək çətindir. 48 saat da ola bilər, 54 saat da ola bilər. Amma hesab edirəm ki, elə bir danışıq olmadığına görə, İran Amerikanın tələblərini yerinə yetirmədiyinə görə və ox yaydan çıxdığına görə, əlbəttə ki, zərbələrin endirilməsi ehtimalı getdikcə artır. Yəni, mənə elə gəlir ki, Xameneyin istefasında heç nəyə dəyişməyəcək. Onun yerinə bir başqa mühafizəkar gələcək, ya oğlu gələcək. Onun yerinə elə birisi gəlsə ki, ondan fərqli olaraq Amerika ilə danışıqlara maraq göstərsin, Amerikanın tələblərini yerinə yetirməyə maraq göstərsin. Amma bu da böyük təlatümlərə gətirəcək İranda. Çünki İranda heç də hamı mühafizəkarlar içində Amerika ilə danışıqları dəstəkləməyəcək. İç çevriliş də ola bilər hətta. Mühafizəkarlar arasında da ola bilsin dərin fikir ayrılıqları var. Bəziləri Amerika ilə məsələn deyə bilər ki, bəlkə razılaşmaya gedək vaxtda. Bəziləri deyir, yox, müharibə olsun. Niyə müharibə olsun? Düşünürlər ki, cəmiyyəti ümumi düşmənə qarşı birləşdirə biləcəklər. İraqla 8 illik müharibədə olduğu kimi. Yəni, fərqli fikirlər ola bilər. Amma islahatçı dediyimiz kəsim ki var, o da şərti deyil islahatçı. Hanı islahat? İranda nə islahat var ki? Nəyi islah edirlər? Pezeşkiyan, bəli, indi bizlə də yaxşı münasibətləri var, reallığı qəbul edir. Amma nəyi dəyişə bilir ki? Elə bir səlahiyyət də yoxdur. Deyir, paytaxtı köçəcək, ələ salırlar. Deyirlər, su çəkək, imkan vermirlər. İnternet kəsilir, deyir, bəlkə interneti bərpa edək, heç kim ona qulaq asmır, internet yenə də kəsintilidir. Birinci gün etirazdan, birinci gün Pezeşkiyan nə deyirdi? Deyirdi, etirazçılara güllə atmayın, diyalog quraq. Nə güllə atmayın? 10 minlərlə insanı öldürdülər. Yəni, Pezeşkiyanın səlahiyyəti yoxdur, açıq-aşkar. O konstitusiya dəyişsə, prezidentin səlahiyyətləri arası, o başqa məsələ. Amma mühafizəkarlar ona gedərmi? Ona görə bu qədər adamı öldürdülər ki, hakimiyyətləri düşməsin. Bu qədər qəddarlıq hakimiyyətdən ikəli yapışmaqla bağlı. Yəni, düşündülər ki, qəddarlıq etməsə, etiraz dalğası artsa, bunların hakimiyyətin sonu gələcək. Elə buna görə 79-cu ildə bunlar İslam Keşikçiləri Korpusunu yaratdılar ki, orduya inamları yox idi. Çünki şah rejimi zəifləyəndə ordu xalqın tərəfinə keçdi o vaxt. Bu rejimi düşünür ki, ordu yenə də xalqın tərəfini seçə bilər. Ona görə 79-da bu İslam Keşikçiləri Korpusunu yaratdılar ki, ordu xalqın tərəfinə keçsə, bunlar rejimi qorusunlar və bəli, bu qəddarlığı görəndən sonra görürük ki, rejimi kifayət qədər qoruyurlar. Dövlət içində dövlətdir. Bütün nefti, satdığı neftin böyük maliyyəsi Sepaha gedir. Oradan onlar Hezbollaha, Hamasa xərcləyirlər, özlərinə xərcləyirlər. Ona görə belə sosial vəziyyət, belə ağır məsələləri də həll edə bilir. Ona görə bu deyir, illər boyu biz də deyir, islahatçılarla mühafizəkarlar arasında mübarizə gedir, nə bilim, nə. Amma bu son hadisələr göstərdi ki, bu şərti məsələ. İrana mühafizəkarlar hakimdir, İslam Keşikçiləri Korpusu hakimdir.